Və mənə ən çox narahat edən məsələlərdən biri budur ki, vaxtında çox böyük vəsait ayrıldı. Məsələn, nəqliyyatın intellektual idarə edilməsinə. Xatırlayırsınız. Elə bir mərkəz də yaradıldı. 160 milyon manata yaxın vəsait ayrıldı. O vaxt 200 milyon dollardan çox pul eləyirdi. Və ən bərbadı da oldu ki, şəhərdə 2000 kilometrlik kabellər üçün yer qazdılar. Mən xatırlayıram, o zaman tıxacların yaranmasının əsas səbəbi hər yerdə kabel qazıb bastırırdılar ki, bu intellektual idarə edəcək, yəni bu sistem tamamilə şəhərin intellektual idarə edilməsinə xidmət edərək tıxacları aradan qaldıracaq. Nə tıxaclar problemi həll olundu, nə də o nəqliyyatın intellektual idarə etmə sistemindən bir xəbərətər oldu. Sonradan mən maraqlandım, siz də tez-tez olmuşsunuz Gürcüstanda, Tiflisdə. Tiflisdə o intellektual idarə etmə sistemini... Saat kimi işləyir, Allah bir 15 il, 17 ildir bəlkə. Bəli, bəli, çoxdandır və 11 milyon dollara başa gəlib. Cəbi. Bəli, 11 milyon dollar. Yəni, budur məsələ də. Yəni, həm vəsait ayrılır, vəsait izafi xərclərə gedir, normal xərclənmir, nəticədə də insanlar əziyyət çəkir. Yəni, sözün qısası, böyük şəhər Bakının təsərrüfatı eyni məntiqlə, eyni mərkəzdən idarə olunmayanda biz səlahiyyət və məsuliyyəti bölə bilməyəcək və bir-birinin üzərinə atacaqlar. Hətta xatırlayırsınız, 6 ay bundan qabaq hörmətli Eldar Əzizov yenə müsahibə vermişdi. Yenə müxtəlif qurumların adını çəkmişdi ki, Azərsu ilə bağlı işləyirik, Azəryol servislə işləyirik, yollara nəzarət xidməti ilə işləyirik və s. və s. Müxtəlif dövlət qurumlarının adını çəkmişdi. Amma yaxşı olardı ki, çıxıb deyə bilərdi ki, mənim səlahiyyətim deyil. Mənim səlahiyyətim deyil. Doğrusu olardı, bəli. Bəli. Yəni, mənim gücüm çatmır, mənim səlahiyyətim çatmır, mən Azərsuya əmr verə bilmərəm, Azəryol servisə əmr verə bilmərəm. Daha səmimi olardı. Biz də hamımız bilərdik ki, səlahiyyət, məsuliyyət bölgüsü harada tamamlanır. Yəni, burada problemin köklü həlli Böyük Şəhər Bələdiyyəsinin yaradılmasıdır və bu seçilmiş orqanlara şəhərin təslim edilməsidir. Onların ən azından bir məsuliyyəti olacaq da. Biz qardaş Türkiyədə görürük, biz dost Gürcüstanda görürük, bələdiyyə seçkiləri nə qədər maraqlı gedir, insanlar necə maraq göstərir. Hətta Gürcüstanda da, Türkiyədə də bələdiyyə seçkilərinə, muxtar seçkilərinə, ölkə seçkilərindən heç də az adam gəlmir. Bəzi hallarda isə daha çox adam gəlir. Çünki bu daha yerli özünü idarə etmə daha maraqlıdır da. Sən gündəlik təmasda olduğun şəxsləri seçirsən. Gündəlik təmasda olduğun, onların sənin qarşısında belə deyək, hesabatlı olduğu insanları seçirsən deyə daha maraqlı olur. İnsanlar daha məsuliyyətli davranırlar. Və elə son yazılarımın birində də yazdığım kimi də Azərbaycanın bütün bələdiyyələrinin keçən il büdcəsi 51 milyon manat oldu. Cəmi 51 milyon manat. Bütün ölkə üzrə. Nə puldur ki bu? Heç bir şey. Təsəvvür edin ki, Rizə şəhəri var da, balaca şəhərdir, Qaradəniz şəhərində. 80 milyon dollar. 80 milyon dollar. Problem görün nə qədər fərqlidir. Görün nə qədər fərqlidir, bəli. Bəli, yəni bu nədən irəli gəlir? Çünki şəhəri bələdiyyə başqanı idarə edir, şəhər hökuməti idarə edir və nəticə etibarilə də vətəndaş qarşısında məsuliyyətli olur. Mənə elə gəlir ki, bu mərkəzi hökumətin də işinə yarayar. Əgər onlar oturub fikirləşsələr, yəni Nazirlər Kabineti olsun, yəni Ali icra hakimiyyəti qurumları olsun, onlara da sərf eləməlidir məntiqlə. Çünki məsuliyyət indi həm də onların üzərində qalır da belə hadisələr olanda.